4800 olacaqdı. X də buradan bərabərdir. 4800 bölünsün 800. Aldım cavab 6. Düzdürmü? İndi uşaqlar cavab 6 alsam da cavab 6 değil. Niye? Çünkü siz burada bir dənə kesmə yüksəkliyi işləyirdiniz. Sizdən söhbət nə gedirdi? Horizontal. Uşaqlar, horizontal bilsiz nədir? Baxın, 1, 2, 3 horizontal çəkdim. Eləmi? Neçə kesmə yüksəklik görürük? 1, 2 dənə. Deməli, kesmə yüksəkliyimizin sayı horizontalın sayından bir dənə az olur. İndi mən 6 kesmə yüksəkliyi üçün gör neçə dənə horizontal çəkəcəm. Oldu 4 dənə kesmə yüksəkliyi. Bu bizim 5-ci kesmə yüksəkliyi. Bu da 6-cı kesmə yüksəkliyi. Baxın uşaqlar, 6 dənə kesmə yüksəkliyi çəkdim. 1, 2, 3, 4,